Aha. Bugünkü dərsimiz responsiv dizayndır. Responsiv dizayn nədir? Bir dizaynın müxtəlif ekran ölçülərinə yığılması və ya genişlənməsi. Baxın, indi burada bir veb-sayt var və onun indi biz sol tərəfdə desktop ölçüsünü görürük. Sağ tərəfdə isə biz onun mobil responsiv ölçüsünü görürük. Adaptiv dizayn var, bir də responsiv dizayn var. Aralarındakı fərqi danışım. Responsiv dizayn bir dizaynın müxtəlif ekran ölçülərinə yığılması və ya genişlənməsidir. Burada dizayn dəyişmir, sadəcə ölçülər dəyişir. Həmin ekrana uyğun olaraq genişlənir və yığcamlaşır. Burada bizə avtolayout daha çox köməyimizə çatır və bizim hazırladığımız buton setlərdə desktop ölçüsünü nəzərə alırdıq, planşet ölçüsünü nəzərə alırdıq, sonra telefon ölçüsünü nəzərə alırdıq. Amma adaptiv dizaynda necədir? Bir cihaz üçün, bir ekran üçün dizayn yığılır. Yəni, responsiv dizaynda necədir? Dizayn bir olur, ekran böyüyür, kiçilir və dizayn yerində qalaraq sadəcə ölçülər dəyişir. Amma adaptiv dizayn nədir? Məsələn üçün, bir dənə sifariş gəlir ki, bu ekran ölçüsü üçün bir dənə dizayn yığır. Yəni, sırf o ekran ölçüsü üçün yığırıq və belə deyim də, bu adaptiv dizayn sayılır. Responsiv dizaynda, mobil responsiv dizaynda webdən fərqli olaraq bizim yerimiz çox qısıtlıdır. Belə deyim də, 360 ilə 390 piksel arasında ölçülərlə işləyirik. Burada, məsəl üçün, keçsək, biz frame yaratsaq, hətta gəlin buna klikləyək. Baxaq görə burada nədir ölçü. Burada 412 yığıblar. Ən çox istifadə olunan ölçü 390-dan, 360 ilə 390 arasındadır. Hətta 360 daha çox istifadə olunur. Məsələn, klikləyirik bura. Gəlirik burada frame-də, mobili seçirik. Desktopu bağlayaq. Mobili seçdik. Baxaq burada. Məsəl üçün, iPhone 13 və 14, 390. Baxın, bu yaxşı ölçüdür, bunda işləyə bilərik. 390 və 360 arasındakı ölçülərdən işləyə bilərsiniz. İstəsəz belə buradan klikləyib frame yaradıb 360, 390 qoya bilərsiniz. İstəsəz də ki, buradan iPhone 13, 14-ü seçə bilərsiniz. Məsələn, gəlin buradan 390-ı seçək. Bilirsiniz ki, yəni burada scroll olduqca, dizayn uzandıqca bizim scrollumuzun, yəni buradakı hündürlüyün ölçüsü dəyişir. Burada indi biz grid yığacağıq, columnsları yığacağıq. Baxın, burada 2 dənə məqam var. Diqqət eləməli olduğumuz. Biz iOS üçün mü yığırıq, yoxsa Android üçün mü yığırıq? İndi gələk buradan biz layout qayda klikləyək. Baxın, burada setka grid deyirlər bizdə. Belə bir grid çıxır. Biz bunu çox istifadə eləmirik. Çox xırda işlər istəyirsə eləyə bilərsiniz. Amma ən yaxşı nizamlama üçün, ən yaxşı nəticə üçün biz columnslarla işləyirik. Hətta bəzi dizaynerlər var ki, bura bir dənə də layout guide əlavə edir və burada rollar, sütunlar əlavə edir. Bir dəqiqə. Columns edir. Bu tip işləyir. Bu tip də mən bəyənmirəm, amma işləyənlər var. Bunu silir. Columns ən yaxşısıdır. Biz də həmişə demişdik ki, desktopu biz 12 columnsla işləyirik. Nəyə görə? Biz bunu planşet və ya telefon ekranlarına yığacağıq və biz orada telefon ekranı üçün qoyacağımız columns 4-dür və 12 columns da 4-ə rahat bölünür deyə bizdə orada dizaynda kəsilmələr olmayacaq yığcamlaşanda. Biz nə edirik? Buradan 4-ü seçirik. Mobil tətbiqdə isə, ya da başınızı qarışdırmayın, mobil tətbiqə keçəndə orada deyərəm. Mobil tətbiqdə isə 4 və ya 6 columns qoyuruq. Buradan seçirik biz 4-ü. Seçdik 4-ü. Baxın, burada stress də seçə bilərsiniz, center də seçə bilərsiniz. Bu sizdən asılıdır. Stressi daha çox seçirəm mən. Marginimiz 16 olur. Və qatırımız da 16 olur. Bir dəqiqə, 16. Və bu Android üçündür. Nəyə görə? Bizdə Androiddə ekranlar cüt piksellə bitdiyinə görə biz burada margini və qatırımızı 16 qoyuruq. Margin nədir? Sağ-soldakı boşluqlarımız. Qatır nədir? Bizim columnsların arasındakı məsafə.
Amma biz iOS üçün dizayn yığanda qatırımızı qoyuruq. Yox, qatırımız 16 qalır. Marginimizi qoyuruq 15. Nəyə görə? iOS ekranları, mobil ekranları tək piksellə bitir. Və ona görə biz marginimizi tək piksellə qoyuruq. Çünki iOS ekranları tək piksellə bitir. Bu 4, 15, 16 iOS üçündür. iOS-un ekranı tək piksellə bitdiyinə görə burada biz tək rəqəm qoyuruq. Amma Android-in ekranı cüt piksellə bitdiyi üçün biz burada marginimizi 16 qoyuruq. Bu belə deyim də, mütləq bu olmalı, bu olmalıdır. Amma sınanmış ən yaxşı ölçülər budur. iOS və Android üçün, bəli. İndi biz hazırladıq ölçülərimizi, gridlərimizi hazırladıq və başlayırıq dizayn eləməyə. Dizayn eləyəndə nəyə diqqət eləyirik? Bizdə margin hansısa bir reklam üçün, responsiv dizaynda reklam olmuşaqsa olur. Biz bu marginləri nəyə görə qoyuruq? Bu marginləri ona görə qoyuruq ki, dizayn ekranın künclərinə yapışmasın. Və küncünə yapışanda bilirsiniz ki, istifadə çox çətin olur. Bizim responsiv dizaynda nələrə fikir verməliyik? Buton ölçülərinə fikir verməliyik, kliklənə bilən sahəyə fikir verməliyik, yazılarımıza mütləq şəkildə fikir verməliyik, bir də dizayna. Baxın, responsiv dizaynda biz burger bar istifadə edirik və burger barın responsiv dizaynda ayrı yeri var, mobil tətbiqdə ayrı yeri var. Baxın, indi önəmini danışacağım, başa düşəcəksiniz. Biz telefon istifadə edəndə əksər insanlar hansı əldən istifadə edir? Sağ əldən. Və sağ əlin çata biləcəyi hissə, baxın, biz belə tuturuq və bu hissəni belə ən rahat istifadə oluna bilən hissə olaraq başa düşürük. Və biz burada o hissəni ən yararlı, useful hissə sayırıq. Və fikir versəniz ki, responsiv dizaynlarda burger barlar həmişə burada olur. Burger barın daxilinə nə qoyuruq? Baxın, bizim bu headerda yerləşdirəcəyimiz naviqasiya keçidləri burada full düzə bilmədiyimiz üçün bunu burger barın daxilinə yerləşdiririk. Burger barın daxilində bizim başlıqlarımızda nə varsa onu burger barın daxilinə yerləşib yığcamlaşdırır və onu sağ tərəfə qoyuruq. Nəyə görə? Əlinə rahat kliklənə bilsin deyə. Amma mobil tətbiqdə biz burger barın daxilinə lazımsız şeylər qoyuruq deyə onu sol tərəfə qoyuruq. Əl çatmayan yerə. Yəni ayda ildə bir dəfə kliklənə bilən bir şey varsa bu mobil tətbiqdə burger barın daxilində olur və burger bar solda olur. Amma responsiv dizaynda bizim yerimiz çox qısıtlı deyə ən vacib şeyləri sağ tərəfdə qoyuruq və burger barın, yəni sağ tərəfdəki burger barın daxilinə qoyuruq, rahat klikləyən keçid oluna bilsin. Və dizaynda çalışırıq ki, biz horizontal, sağa scrollda, yəni horizontal vert, onu çəkdik. Sağa doğru scrolllardan istifadə eləyək və şəkillərimizdir, kontentlərimizdir, balacalaşdıraq. Baxın, burada belə bir şəkil var. Bu şəkil kiçilib. Üzərində də bir dənə deviz var və call to action butonu var. Bu nə edib? Yuxarıdan aşağı düzülübdür. Baxın, burada biz devizimizi yazmışıq, məlumatımızı yazmışıq və call to action butonumuzu yerləşdirmişik. Fikir verməli olduğumuz şey nədir? Boşluq məsafələr, bəli. Məsələn, biz birinci konferensiyada burada bəs telefonun uzunluğu tutacaq qədər. Məsəl üçün gəlirik, buradan klikləyirik. Yox, bir dəqiqə. Onda full screen deyirsən, yoxsa başlıq hissəni deyirsən? Baxın, burada yığacağımız ekrana görə dəyişir. Məsəl üçün ən çox biz deyirik ki, 390-360 arasıdır. Burada da ən çox istifadə edəcəyimiz 840 və ya 860-dır. 840 daha yaxşıdır. Yəni ki, full görünəcək. Əgər sizin ekranınız Android-dirsə, burada Android Large var. Android Large-dır, qədər yoxdur. Bir dəqiqə baxım. Android Medium. Medium-u seçəcəksiniz. Kiçik Android ekran balacaqsa Android Compact. iOS üçün ən yaxşı yığacağımız dizayn iPhone 13-14. Bunda istifadə edəcəksiniz iOS üçün yığırsınızsa. Və dizayn yuxarıdan aşağı düzülməlidir. Baxın, buradakı aralardakı fərqə baxın. Buradakı görürsünüz bizim
başlıqlarımızı. Baxın, amma burada soldan sağa scroll'la düzüləcək. Burada yan-yana düzülür, burada yerimiz yoxdur yan-yana düzülmək üçün. Bunu scroll edib sağa avto scroll'la da eləyə bilərik, ya əllə scroll eləyə bilərik, ya sağdan sola düzülür. Yəni yerimizi qənaətli işlədirik. Burada yazılarımız minimum istifadə edəcəyimiz yazı 10 pikseldir. Amma 10 pikseli çox az hallarda istifadə edəcəyik. Yəni 14, 16, 18, 20, 22, 24 bu yazılardan istifadə edəcəyik. Ki ekranımız balacadır, yazını da balaca istifadə edəcək, oxunmayacaq və istifadə olunmayacaq. Kliklənə bilən sahə var, bir də buton ölçüləri var. Buton ölçüsü minimum 24 piksel olmalıdır. Ən kiçik kliklənə bilən sahə 24 pikseldir. Çünki kimsə araşdırıb bizim baş barmağımızın diametrini ölçümlər 24 pikseldir. Yəni normal insanla söhbət edir. Yəni barmağı böyük kiçik insana. Normal insanın baş barmaq ölçüsü 24 pikseldir. Və bir də kliklənə bilən sahə var. Kliklənə bilən sahə 24 pikseldən böyük olmalıdır. Ki sənin mouse'un kursoru hara klikliyirsə o hissəsi ora keçirirsən. Barmaqda edirsən hissiyatla, barmaqla toxunursan deyə. Yanındakı hər hansı bir komponentə butonu toxuna bilərsən. Bu belə deyim, hər hansı bir ödəniş növüdürsə, başqa bir şey belə deyim, başqa şeylə nəticələnə bilər. Yəni ödəniş edirsənsə, nə bilim 100 manat atırsansa, nə bilim 0-ın birindən əlin dəyir 1000 manat gedir, nə bilim 100 atmaq istənsə, birin yanında 2 varsa, əlin dəyir 200 gedir falan. Bu tip yəni məsafələr qorumalıyıq. Çalışırıq ki, daha geniş məsafələr verək. Yazılarımız minimum 14, 16, yəni ən belə böyük tipli şriftdən istifadə edirsə, 10-12-dən istifadə edir, amma o şriftdən asılı. Çox böyük, özü şriftin özü böyükdürsə, boldursa, kiçik ölçüdən istifadə edir. Amma 10, 14, 16 və bu tip şriftlərdən istifadə edəcəyik. Oradan başlayacaq da şrift ölçülərimiz. Buton ölçülərimiz, butonumuz minimum 24 piksel olmalıdır. Hündürlüyü, baxın bu hündürlüyü minimum 24 piksel olmalıdır. Və kliklənə bilən sahə 24-dən böyük olmalıdır. Baxın, məsəl üçün, burada hündürlüyü 54 verir butonun ölçüsünü. Minimum 24 pikseldən yuxarı olmalıdır. Yəni buna riayət edibdir. Və yazılarımıza baxırıq. Yazılarımızın ölçüsünə baxaq. Yazı hardadır? Dəqiqə seçim. Yazımız 36-dır. Burada klikliyə bura baxaq. Burada 22-dir. Bura baxırıq. Burada 20-dir. Baxın, 14-16-dan heç cür aşağı düşməyiblər. Yəni ki, oxuna bilsin deyə. Gəlin, istəyirsiniz bunları preview eləyə baxaq. Baxın, buradan preview eləyirəm. Və avtoliatla işləyirsinizsə, işimiz daha rahat olacaq. Komponentlə işləyirsinizsə, daha rahat olacaq. Çünki biz həmişə deyirik ki, buton dizayn eləyəndə onun mobilini və desktop ölçülərini nəzərə almaq lazımdır. Baxın, bu onun responsive versiyasıdır. İndi siz nə edəcəksiniz? Telefonunuza Figma yükləyəcəksiniz. Məndə var Figma. Figma-nı yüklüyürük telefonunuza. İndi demirəm, mən dərsiniz. Burada mirror var ən sağda. Mirror nədir? Düzgün. Birincisi. Peki mirrora basırıq. Bax, mən mouse'dan hara klikləyirəmsə, oranı mirror eləyir mənim üçün. Öz buradakı mailim hesabım nədirsə, telefonda oradan daxil oluram və Figma-nı yükləyir və burada mirror eləyirik. Baxın, bu onun responsividir. Və mən onu burada istifadə edeyim. Yəni, burada dizayn yığıram və kənarda qoyuram, necə göründüyünə baxıram. Baxın, çox oxunaqlıdır, kliklənə biləndir, hər şey ideal vəziyyətdədir. Bir də bunun yaxşı versiyası, sağ olun. Bunun yaxşı variantı nədir, yəni yaxşı özəlliyi nədir? Baxın, mən bunu hərəkət elətdirəcəm. Baxın, bu da həm eyni zamanda bundan bir yerdə hərəkət edir. Və burada elədiyiniz bütün dəyişiklikləri canlı şəkildə buradan görəcəksiniz. Yəni, bu çox yaxşıdır. Bunu yüklürsünüz, bir dənə ştativ alırsınız, tripod deyirlər, holder deyirlər, nəsə qoyursunuz bura, işləyişdə buna baxırsınız. Avtoliatla, komponentlə işləmişsə sizin üçün çox asan olacaq. Bəli.
Afganistanın dizaynındaki Bəli. Orada yığır koddan və digər monitorda açır onun viewsunu, oradan başlayır baxmağa. Ki necə görünür? Sürüşmə varmı? Məsələn, ola bilər ki, biz burada dizayn edirik, bizim üçün böyük görünə bilər, amma bunu prezent eləyəndə, burada məsəl üçün ekranda biraz böyük görünür, amma burada çox yaxşı görünür istifadəsi. Rahatdır. Yəni, bura çox böyükdür, bura mən bu qədər böyük eləməzdim. Çünki kliklənə bilən deyil. Yox, mən deyil. Kliklənə bilən deyil. Mənim deyil. Aha, ümumi saytımıza baxırıq və bizim burada düşünə biləcəyimiz tək şey bunu necə biz ardıcıl düzə bilərik ki, bu rahat istifadə oluna bilsin həndən. Baxın, yerimizi qənaətlə istifadə etmək nə deməkdir? Baxın, bunu scrolldan eləyiblər. Yəni, bu sağa doğru scroll olub. Bunu da yuxarıdan aşağı düzüblər. Baxın, iki dənə hərəkəti ardıcıl qoyanda biraz insan yorula bilir. Biri sağa scrollsa, biri də aşağı doğru scrolldur. Yəni, daimi hərəkətə saxlayır da, yəni sağa sola uyuşdurmur istifadəçini. Keçirik aşağı, baxın, yenə sağa scroll var. Bunları sağa scroll qoyub. Bu nədir? Aşağı doğru scrolldur. Yəni, düşünməlisiniz ki, biz istifadəçini necə hərəkət elətdirib, yorma, uyuşdurma. Ancaq belə getsək, sadəcə bezəcək. Məsələn, bir dənə sağa qoyub, bir dənə aşağı scroll qoyub, aşağı doğru düzür, bir dənə sağa doğru düzür, bir dənə aşağı doğru düzür və çalışın ki, istifadə eləyəcəyiniz butonlar, komponentlər full screen tutsun, margindən marginə qədər tutsun ki, rahat kliklənə bilən olsun. Həm də ki, daha qəşəng görünür dizaynda. Mobil tətbiqdən o daha fərqlidir. Daha yığcam yan-yana qoyulur dizaynlarımızı. Baxın, burada da dizayn yığcamlaşıb və bu sağdakı panelimizi yuxarıdan aşağı doğru düzmüşük. Butonumuzu da daha böyük qoymuşuq. Bu da bizim footerımızdır. Footer, bu bizim footerımızdır. Footerda necədir? Footer belə sağdan sola düzülmür. Yuxarıdan aşağı düzülür. Yuxarıdan aşağı. Məsələn, o boyda footer olur. Bax, footer, məsələn, qoymuşsan, kompaniyonu qoymuşsan, kompaniyonun altına gətirib bunu qoyursan, bunu gətirib altına bunu qoyursan, ən aşağıya follow as qoyursan, sonra bunu qoyursan, copyright qoyursan. Papkanı bura qoya bilərsən, servislər falan, başlıqların yanına chevron qoysan, eləyə bilərsən. Amma belə normalda hamı açıq qoyur. İstəsən, onu eləyə bilərsən, klikdəsin. Responsive dizayn. Baxaq görək buradakı dizaynı. Baxın, bu da mənim tələbəmin dizaynıdır. Burada e-commerce saytı yığıb və onun responsive dizaynlarını da hazırlayıb və bu tip eləyib, yığcamlaşdırıb. Baxın, bunu saxlayıb buranı və buradakıları ixtisara verib, burgerbanın daxilinə qoyub. Kartları neçə bölürdür? 5-dirsə, məsələn, 4-dür, 2-2-də böl. 2-2 necə? Yəni, kartın ölçüləri neçə bölürdür? Yox, 4-dürsə, ya full... 4-dür, o tərəfdə 12. Hə. 3-dür, fazla. Hə. 3 bölücü kartlarını. Yox. Kartlarımız, sən onu yığcamlaşdırırsan, zaten columnsdan columns oturacaq. Məsələn, bura ya 2 dənə qoymalısan kart, ya da ki, bir dənə enli qoymalısan. Yəni, columnsdan başlayıb columnsda bitəcək. Yəni, ya 2 dənə qoyacaq, bir dənə də qoya bilərsən, bir columnsda nə qədər görünəcəksə. 2 columns və ya 4 columns. 3 columns qoya bilərsən, sağda biraz boşluğun qalacaq, ya solda biraz boşluğun qalacaq. Ya da ki, 3 columns eləyib, align edirsən mərkəzə, sentra. Belə, butonlarımızı, şriftlərimizi danışdıq, ölçülərimizi dedik, yazı ölçüləri. Demədim, minimum 16, 14, 16 olacaq. 10 pikselə şrift fontda. Yox, o şey dəyişiririk, görüntüsünü. Responsive. Nə? Yox, elə yox. Özümüzdən elədir. Məsələn. Rekordu yandırım. Adım çəkməyinə.